Uşaqların qorxulu yuxusuna çevrilən məhlul məsələləri. Birinci müəllim olaraq uşağa başa salmalıyıq ki, məhlul nədir? Hər gün evdə içdiyimiz şirin çay, şəkər tozu və çay. Şəkər tozunu tökürük, çayı da tökürük və qarışdırdıqda məhlul əmələ gəlir. Sadəcə biz məsələlərdə bilməliyik ki, neçə hissə şəkər tozu, neçə hissə çay tökülüb. Gəlin onu da mən sizə izah edim. İndi biz bu məsələdə şəkərliliyi 30%-dən 25%-ə endirməliyik. Yəni şəkərli məhlulumuzun üzərinə su tökməliyik əlavə olaraq. Birinci nə edirəm? 40-ın 30%-ni tapıram. 40-ı 30-a vurub 100-ə böləndə eləyir 12. Deməli 12 şəkərdir, 40 məhluldur. Məhlulun üzərinə nə qədər su əlavə eləyim ki, 25%-li məhlul əmələ gəlsin. Bu tənlikdə x-i tapmaq üçün yazıram ki, 12 bölünsün 40 üstəgəl x bərabərdir %25. 25 ilə 100 ixtisar gedəndə burada 4də 1 olur. 40 plus x bərabərdir 12-ni 4-ə vuranda 48. X də bərabər 8. Deməli 8 litr su əlavə etmək lazımdır ki, məhlul 25%-ə ensin.